Anyway, ilk dəfə piti hazırlayırıq. Bəli. Biz Amerikada bugün piti hazırlayırıq. Çünki niyə? Çünki mən şəkilliyəm, Aydın da haraldı. İmişli. Dən olan, amma şəkilliyə transfer olmusan sən də artıq. Çünki sən şəkillisən artıq. Oldu, mən də. Onsa mən pitini sevirdim. Bəli, onsuz da şəkil. Neyse, başlayaq. Neyse, biz başlayırıq. Okey, biz əvvəlcə deyirik ki, Amerikada biz pitini hazırlamaq üçün nələr almışıq? Necə tapmışıq? Bu da ne? Noxud. Zəfəran. $20 yaxın pul vermişəm. Ondan bu quzu əti. Quzu əti, şabalıd. 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 Və soğan klasik qaydada. Amerikada bu arada quzu quyruğu satılmır. Daha doğrusu Boston'da tapa bilmədim. Çünki Amerikalılar belə şey yemirlər. Ona görə məcbur Pi aldıq. Pi tapa bilirlər. Amma biz bilmirik, yəni bunu necə istifadə edəcəyik və eləyəcəyik və ya yox. Amma pi istifadə etməyi düşünürük. Və ən əsası. Kiçik qablarımız da var. Şəkildən gəlmək deyil ama. Bəli, şəkildən almışıq. Bunlar da elə qoyuyor. Hə, yox. Orada yaxın bir yerinə. Okey, eləyəcəyimiz şey əslində nədir? Bu yeməklərin bunları hamısını doğramalıyıq. Soğanı xırda-xırda doğrayacağıq. Əti doğrayacağıq, bunun içinə töküb, ağzını bağlayana qədər su töküb 3-4 saat sobada bişirəcəyik. Aha, xəmirlə bağlayacaqsın. Hə, xəmir və mən də xəmir hazırlamalıyam. Okey, sən doğrayırsan ətləri. Bunlar da paylaşacaqsın. YouTube'da. YouTube'da niyə paylaşsan? Background. Neyse. Sanki insanlar... Neyse, okey, başlayırıq. Başlayaq. Meyvə bıçağı ilə. Sümüksüz ət tapmadığımıza görə əti sümüksüzləşdiririk. Bu şəkildə əti doğrayacaq. Çox xırda olmamalıdır mənə elə gəlir. Əti doğramamalısın, nə? Əslində iri atacaqsan. Hə. Onun üstünə mənə gəlir quyruqlar var deyə bəlkə biraz. Quyruq deyil bu, yağdır. Yox, bu quyruq deyil. Yox, təbii ki. Neyse, bu belə, bu proses belə. İndi sən noxudu açırıq. İlk dəfə bir noxudasın. Bu belə, bu videoya da göstərə bilmək üçün belə eləmək istəyirdim amma. Belə. Əzizim. Bax, 2 dənə ət bu qədər verək, yoxsa mən də atım. Azdır. Yoxsa hamısını eləyim. Çox olmasın, mənə elə gəlir ki. Mənə elə gəlir çox olmasın. Nə çox olmasın? Ət. Niyə? Nə bilim, çox olacaq axı, biz 2 dənə eləyəcəyimi. Ha, balım, mən varım burada. Bunları belə süzdüm. İndi soğan doğrayayım. Soğan sən doğrayırsan, yoxsa mən doğrayıram? Soğanı necə doğrayacağını bilirsən? Yox. Bəs necə baxmısan videoya? Noxud istəyə bağlı tökürük. Konkret miqdarı fərqi yoxdur. Bu qədər bəsdir. Biraz da sana da tökək. Göz ucu. Bu qədər, bu belə. Daha sonra nə idi? Daha sonra ət. Ətlər sakilanmamsa. Ətlər yudun. Ətlər yumaq lazımdır. Əti yullar. Bu səninlə. Əti yullar. Əti niyə yumur? Təbii ki Doğrudan yumur. desən. Əlbəttə niyə görə ət yumursan sən? Yox. Yox. Niyə görə yox? Çünki ət çikili ola bilər axı. Ət niyə çəkil olsun? Yabır olduq. Doğrudan deyirsən, əti yiyorsan ha? Tabii ki. Background heç deyil. Aydın necə Belə bir şey sıxım. ola bilməz. Sabit qaynan qurula. Amma mən quruluyordum. Baba mən quruluyordum salfetkayla, amma Görmüşəm. yumurdum. Yəni Balıq sadəcə- hazırlayanı görmüşüm. Yox, bu amma qurulanmalı. İlk dəfə deyəndə eşidirəm əti yuyulduğunu. Bu ət. Bu da sümükləri. Bunları atdıq. Bunları da Atmamışıq. gətirdik. Yox da yəni bizə lazım deyil. Biz əslində əvvəl malaç almışdıq. Sonra gördük ki, malaç yox. Daha Sən də doğrusu almamışdıq, evdə idi. Hə, Amma evdə ki, yəni onun malatını hazırlandığını bilmirdik. Mənim dediyim hər şey Aydın daha doğrusu deyərək inkar eləməsi. Neyse. Davayçı. Belə. 2 sənə, 2 mənə. Yox, mənə az qoy özündən Nə daha. fərqi var?
Daha sonra bu da qoyduq. Daha sonra normaldır. Daha sonra soğanlar doğrayacağıq. Soğanlar doğranmalıdır. Soğanlar doğra, hə. Bu bir dəqiqə. Belə iri olacaq soğanlar. Belə olmur ki. Bilmirəm. Mən də bilmirəm. Vəbşə də sənin yadındadır ki, o necə olurdu? Yox, mən daha əvvəl izləməmişəm. Sən izlədiyin demişsən. Amma mən izlədiklərimdə hələ bir cür eləyirdi, yəni belə konkret üsul yox idi. Mən elə belə yaxşı. Ən çox baxışı olanın elədiyini. Yox, mən bir dənə prosta video gördüm ki, dedi, bütöv də qoya bilərsən, yəni soğan atmaqdan. Çünki məncə əsas olan o soğanın tamının çıxmağıdır. Düzdür. Məncə. Daha da onursa bu belə atıraq. Bəli. Belə. 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 Bunu da atdıq. Şabal. Hə, şabalıqlarımızı da atırıq. Şabalıqlarımız biraz ölüb. İri atırıq. Gavalı və. Gavalı var istəyirsən, hə, evdə var. Doğrudan deyirsən. Azərbaycandan gəlib. Yox, gaval atırlar yəni onu. Hə. İstəyəndə ata bilirsən. Zirinci və gavalı. Ha. Ataq. Ataq. Getdik. Hə, buradan. Çox atma. Okay. Okay. Daha sonra nə idi? Zəfəran. Zəfəran. Amma ki, zəfəranı yazır ki, zəfəranı su ilə qarışdırın, elə şeyləyin. Yaxşı, duz nə qədər atacaq? Duzu indi yox, duz bişəndən sonra. Doğrudan. Hə, duxovkada olanda. Bəs istiyot da atılmır. Duz və istiyotu yəni. Başqa nə atılır indi? İndi zəfəranı su ilə biraz qarışdırıb üstünə tökün. Hə, bunu bilməm nə indik. Bunu eləyək. Eləyə. Az elə amma çox eləmə. Çünki mənə elə gəlir çox yağlı olacaq. Məmkinə qoyma da. Bu qədər atıram ki, dad olsun da. Sən istəmirsən? Yox, iyrənc görünür. Nə, yağdır da. Qoy ikisi də pis olsun, pis olursa ikisi də. Bax, az atıram. Yox, tamam, az atmıram. Sən özüm alın. Yox, abla. Ayda çox oldu. Bu elə bir ki, bizdə saat 10-a falan hazır olacaq. Axşam yeməkdən, yatmazdan əvvəl. Hədəf. Safranlarımızı su ilə qarışdıracağıq. Bunları götürək. Bu da lazım deyil. Şəkildə. Bunun üzərinə sadəcə səfəran qaldı və su. Sobanı yandırmamışıq. Bizə lazımdır 150-160 dərəcə. 150-160 dərəcə Fahrenheit-lə neçə eləyir? Neçə eləyir? Zəfəran çox bahadır. Dəhşət bahadır. Degree to Fahrenheit. Baxaq görək. Okay. 150 dərəcə. 302. 300. Sən də 300 yola. 302. 302-dir, sən 300 yola. Niyə? 302. Doğru. Zəfəranlar tökülür. Amma zəfəran çox az tökülməlidir. Prosta deyəsən ətir üçün. Səhv eləmirəmsə. Amma mən çox xoşlayıram. Onda özününkinə çox tökmə mümkün olmaz. Sənki hansıdır bunlardan? Fərq eləmir. O bayaq o birisi əti çox tökdüyün hansıydı? Vallahi fərq eləmir. Onu bilirəm ki, onsuz sən axıra kimi yeməyəcəksən, amma mən yeyəcəm. Buradan çəkən daha yaxşı görsənir. Doğrudan mı? Yap. Daha açıq görsənir. Necəsən? Sən neçə il şəkildə yaşamısan? 17. 17 yəni şəkildə sən evində və ya qohumların evində biti bişirəməyi. Bizə bütün Çox yemək. xeyir şəkil olmuşsunuz. Mən ilk dəfə pitini də səndən yemişəm. Bacım da ilk dəfə burada yeyib. Fake şəkillər. Bitti. Elegant. Bu sudan töküm də. Olar, niyə də yox. Dedi ki, bunun üzərinə çıxana kimi. Hə, prosta.
Əminsən də istiot Xəmir hazırlamamışam. İstiot falan tökülməli. Axırda töküləcək. 100%. Elə deyir, reseptdə elə deyirdi. Mən də ChatGPT-də gördüm ki, əvvəldən tökülür. Dur, mən ChatGPT-də gördüm ki, sonradan tökülür. Tamam. Burada Mənim ChatGPT-im elə deyir. Görə hansımızın ChatGPT-si düz deyil. Heyecanlı momentlər. Həyəcanlı momentlər. Bitdi bişirmə. Deyir ki, ilk öncə noxud, üstünə ət parçaları, soğan halqaları, quyruq yağı, duz, istiot, sarıkök, zəfəran suyu, zirenç. Bu deməkdir ki, duz, istiot, sarıkök, sarıkök. Düzdür. Bunlar əvvəlcədən atılır. Okay, sarıkök də qatacağıq. Sarıkök də qatsın deyə. Amma mənə verdiyi reseptdə yox idi. Görsən, yanlış şeydən yönləndirib. Deməli nə qədər? Okay. Əslində deyir ki, sümüklü də ola bilərmiş. Sümük üstdə daha dadlı olur. Hətta. Anyway, su 2 stəkan, sarıkök, 1 çay qaşığı, zövqə görə, istiot, duz, zövqə görə. Okay. O demək ki, duz da tökürəm. Tök. Amma çox tök. Çox oldu. Çox oldu. Necə olmadı? Ondan sonra istiot. İstiotumuz var. Yeni aldığımız. Təptəzə. Təptəzə. Təptəzə istiyotumuz var. Açılışını indi elədik. Bu da belə. Daha sonra sarıkök. Bunun ağzını neynəyəcək, xəmir eləməliyik. Amma əslində mən şeylərdə görürüm ki, resepti qapağı əgər varsa ehtiyac yoxdur. Mən xəmirdə də görmüşəm. Mən xəmir eləməliyəm indi. Eləmək istəyirsən? Sən soba hələ qızmayıb onsuz da eləmək olar vaxt. Çox oldu elə biliyor. Az da sınamır. Bunun elə biçində. Bu sənki də. Bazda xə? Mən sanki, bəsdir. Sanki. Zirincimiz yoxdur əslində, zirinc qatmaq olur. Zirinc ümumiyyətlə nədir? Zirinc... Belə sözünü ifadə edəyim. Zirinc sözlərlə ifadə olunmuyor. Sarafat məqamı. Shooting. Okay. Bitdi. Bəli. Sadəcə xəmir qaldı. O da xəmiri də sən elə. Xəmir. Sən xəmir desəm, mən xəmir deyim. Nəysə. Xəmiri də həll eləyək. Suyu əlavə eləyəcəyim. Bəli. Xəmir məqam. Əsas məsələ. Əslində 2 stəkan dedi. Amma ki, mən dedi ki, daha doğrusu üzərini tutana qədər. Aha. Bunun içində şey də eləmək olur, yarpaq dolması. Doğrudan. Görmüşəm. Kafidir. Bəsdir. Bilsən necə eləyərik? Qabağını qoyaq. Daha sonra qabağın ətrafını xəmirlə. Çox az cömərə gəl kifayətdir. Çox az xəmir olsa kifayətdir. Amma elə gəl pi çox olub. Çox yağlı olacaq. Problem olsa piti dediyin yağlı olmalıdır. Yatmazdan əvvəl. Doğrudan. Yeyib yatmaq. Onda bu istəsən istiliyini biraz artıraq, 200 dərəcə qoyaq. Tez bişsin. Məncə elə olur. Olmur amma eləyək də biz. Bəs birdən olmur. Amma burada deyir ki 3 saata falan da elə indi saat 5-in yarısıdır. Keçirdirəm. Yox, məncə yaxşıdır. 3 saata bişəcək məncə. Çünki burada ətlər tez bişir. Okay. Heç nə. Yox, indi xəmirlə eləyək. Xəmirlə eləyək. Bitsin. Nuna, hazırsan? Hazıram. Nəyə hazırsan? Bilmirəm. Bu qədər bəsdir görən. Mənə gəl bəsdir. Biraz bir qaşıq da at. Aha. Okay. İndi biraz su. Duz istiot atmaq lazımdır. Droj. Droj. Ehtiyac var. Çörək suyu. Ay. Şəkidə olanda heç çörək bişirmisən? Şəkidə onda heç vaxt çörək bişirməmişəm. Amerikada çörək bişirmişəm. Belə mənə gəl yaxşıdır. Suyu məncə biraz da. Təbii ki. Çox məncə şeydir o. Nədir? Qurudur. Bərkdir. Yumşaq.
Yo yo, tuz dökmə, tuz dökmə. Sən biraz un tök onun üzərinə. Çox şeydir o. Dur. Ha. Burası yapışmaz sonra. Nə üçün dirəşir? Sabah kızdı. Qızsan. Məncə yaxşı. Backgroundda qəşəng musiqilər gedir hal-hazırda. Ooh, brother. 100% musiqi gedir arxada. Əzizim, normal elə. O çox əlinə yapışıb bax, əzizim. Bildim bu yapışmalıdır, mahiyyəti o deyil. Yox, normal xəmir necə edirlər? Əlini qorxaq açdım, rahat elə. Ay, fərmaq elə, rahat. Ətrafında onları təmizlə, qabda gör nə qədər şey qalır. Bu hissəyə şey qoyarsan, sürət artırarsan. Bəs Nurana, sizin ailənizdə şəkil sevən var? Nə var? Şəkil sevən. Piti sevən. Zarafat edim, piti sevən var. Şəkil sevirik. Təbii ki, Təbii ki sevirik. Şəkil bizim canımızdır. Şəkil bizim üçün hər şeydir. Taka şəkil. Yox, mən əgər okeydir bu. O yüzden mən yoruldum. Bəlkə mən də əlimi batırım. Davayt. Tamam. O mən tuta bilərəm. Tut. Bu arada əlimi kəsdim. Bunu bilsən necə elədim? Ya. İstiot açanda. İstiot açanda əlini kəsən. Okay. Au. Bunlar belə oldu biraz. Mən uşaq olanda mamaya kömək eləyirdim. Xəmir falan şeyləməklə. Yoğurmağına. Yoğurmağına. Bu belə çəkirik, necə? Aha, elə eləyəcək. Məndəkiler artıq qaldı biraz. Okay, dayan bir dəqiqə. Yəni bunu nə səviyyə edəcək, o mən maraqlıdır. O mənlə gəl ki, biraz daha yaş olmalıydı ki, yapışsın. Səbirli. Palçıq kimi olsun. Belə. Vay. Səbirli olmaq lazımdır sadəcə. Vay. Bildiyim kimi, yəni hələ azdır. Deyir ki, o şey olmalıdır, elə bil hava heç keçməsin ki, öz sallama buxarında demək. bişsin. Elə bir şey yazmışdı ChatGPT. Görsən də yapışır hələ. Nə görə yapışır? Nəyə görə yapışır? Bilmirəm. Mən də bilmirəm. Biraz belə iğrənc görsən, onun içi var. Əsas dadlı olsun. Mən ilk dəfə pitini nə vaxt yemişdim? Uşaq olanda yemişəm. Hətta. Uşaq olanda Bakıdan rayona qaydırdıq. Kənan əmi şeydə. Kənan əmiyə salamlar. Kənan əmi sana salamlar. Kənan əmi kimdir? Xalamın yoldaşı. Xalasının yoldaşıdır. Yol üstü yerdə dayandıq. Restoran deyək. Orada yemişdim. Çox bəyənmişdim. Mən bunu bilmirəm. Yox. O lənə şeytan. İlk dəfə pitini mən Moskvada yemişəm. 2011-ci ildə. Azərbaycan restoranıydı, yoxsa Rus restoranıydı? Ata işləyən yerdə bu Azərbaycanlıların istifadə etdiyi kafe var idi. Kafe necə deyim belə tam restoran da deyildi. Murskoy kafe. Çayxana yəni. Belə oldu əllərim. Ürəklər biraz çəkilir hal-hazırda. Onu dayandıra bilir. Hal-hazırda bitirdik deyəsən. Ətə bıraşalım. Damasında mən Şəkili aydınlan. Şəklini çək. Söndür şəklini çək. Sən bunu söndür, mənim əlim şeydir. Başlasın. Hazırda hər ehtimala qarşı bunu sırasını qoyaq. Hoppa. İşte. Görüb sağollaşırıq bitkilərimizdə. Ümid edirəm sağ-salamat görüşərik. İkisi belə iki formada olardı, yəni belə dağılmaz. Və dağılma ehtimalına qarşı da belə bir qaba qoyuruq. Hər ehtimala qarşı. Hər ehtimal. Orada nə isə şeylərdən bastım. Heç nə bastım. Beyk. Hazırdır. Şu. İndi
İndi cook time eləyək. Cook time-ını Nə? 4 saat qoyaq da. 4 saat qoyaq. Tamam, dəqiqə. Deməli bizim hələ 2 saat 43 dəqiqəmiz normalda qalıb, amma biraz daşmağa başlayıb deyə şübhələnirik. Görək necədir vəziyyət. Necə yapışıb? Gözək su bundan, axırına bundan. Tamam, bu nə şeydir? Aferin. Biraz suyu tökülüb. Biraz suyu tökülüb. Görürsən bu? Çox tez də pişir. Bişib məncə. Güzel. Buranın ətləri tez bişir. Bizdə kim deyil. Əgər hər şey yumşaqsa deməli bişib də yox. Məntiqlə. Tamam. O üstəki nədir? Toyuqdur. Toyuq neymiş? Bax. Məncə bu bişməyib, bilirsən? Bu duzun dadı falan yoxdur. Sən? Bəlkə duzu azdır. Amma hər şeyin dadı çıxıb da. Doğru. Məncə hə. Amma doğrudan pişik kimi dadır ha. Nəsə mən şübhələnirəm ala bundan pişməyib. Mən şübhələnmirəm. Doğrudan. Mən çox güvənirəm. Mən güvənmirəm. Məncə qoyaq 1 saat qalsın. Amma partlayıraq. Onda bunu açaq, qoy şey olmasın da, partlamasın. Nəyə partlamasın? Ki belə buradan belə fışqırır suyu. Axsın getsin, o nə aidiyyəti var? Mən bu Biz bir anda artıq bizim yeməyimiz tam olaraq demək olar ki hazırdır. Daha doğrusu 45 dəqiqə tez söndürülmüşük. Amma bir anda gördük ki hər detal qeyd. 45 dəqiqə. sıfırla beni. 45 dəqiqə 10 saniyə demək, 10 saniyə demək. Hə, nəysə. Biz də qərara gəldik ki, daha doğrusu qərara gəlmədik. Gördük ki, evdə suxarikimiz yox imiş, sən demə. Ona görə də tez qaçaraq gedirik suxarik alıb. Daha doğrusu çörəyimiz yoxdur. Çörəyimiz yoxdur. Amma suxariklə yeyirlərdi onu. İndi biz də düşürük marketə. Qaça-qaça suxarik alıb qayıtmağa ki, yeyək. Və gözlənilən an İlk bitimiz. gəldi, yetişdi. Görək necədir. Nə düşünürsən? İnanıram ki, pişdi. Amma məncə təkərlə götürmə. Mən nə edirəm bu? I think we all thought that we did the right thing, but it didn't turn out that way. It's been heavy and we're starting to break, but I hope you'll be okay. There's little difference in the words that we say, 'cause we all Və bunlar buradadır. Və boşalaq. Görək necədir. Bağdan Bir də ki, hə. qarşı turşumuz Bəli. və bağdan nar. Kompotumuz. Kompot. Bu nardır. Nar olması daha gözəl. İndi gör fikir versən sən ona. Hə, indi fikir verirəm. Anyway. İndi bunları tökürük. İndi aşbazımız bunları çəkir. Amma mənimkini əzmə, yaxşı? Mən elə istəmirəm. Özümüzəm ki, onsuz olmadı. Heç bilmirəm hansının ürəyinizsə sonra götürərsən. Sən bunu götürərsən ki, bu biraz daha çoxdur sanki. Maşallah. Şey ver mənə. Həqiqətən yanmıram. Papam bu videonu görüb gedəcək. Soğanda bir dənə qar şey Buna bir də qurudulmuş nanə tökürlər. İndi onu da qoyarıq. Bu istidir. Bir də mən bunu soğanda qaldım ki, soğan belə diri-diri qoyulurdu, onu bilmirəm. Mən də yadımda deyil soğan gördüyüm. Uf, istidir. İş yox. Nuran həqiqətən əzilir. Hə, o da çox bişib yəqin ki. Onu deyim sən çox dadlıdır. Bu birinci. Bir. Bu
Sonra üzərinə nane qoyarıq, qurudulmuş nane. Başım. Mən də belə hərəkətlər edirəm. Niyə? Dayan bir dəqiqə, ilk öncə bunu göstərim. Möhtəşəmdir. Bu nə görə belədir? Çünki Ti. Şəki qızı. şəkili şəki yeməyi yeyəndə. Dadına bax görüm. Məncə biraz duzu azdır, bayaqlar dedim. Bunu ayağı elə belə. Həqiqətən əsid biti dadını verir. İlk səfərlərimizdə. Çox gözəl ama orijinal pisi dadını verir həqiqətən. Məncə çox qəşəng.